Yadınızda olar hər halda, Tovuzda Nərmin Quliyeva faciəsindən sonra özünü babat şübhəli aparan, hətta bəzi ehtimallara görə bu faciədə ya əli olan ya da cinayətkarları tanıdığı barədə yazıların yazıldığı polis rəisi Şirzad, soyadı səhv etmirəmsə Əsgərov idi, işdən çıxarılandan sonra onun yerinə Masallı'nın polis rəisi Habil Əmiraslanov təyin edilmişdi. Azərbaycanda belədir, kadr qıtlığı olduğuna görə polis rəisləri, icra başçıları, hətta nazirlər və onların müavinləri də karuselə otuzdurulur. Ya da loto torbası kimi əllərini salırlar torbaya, orada rayon və vəzifə adları yazılan taxta küpəcikləri çıxarırlar, siyahıdakı sıra göstəricisine uyğun olaraq adamları təyin edirlər həmin vəzifələrə. Ağlıma gələn üsullardan biri budur, belə olmaya da bilər. Orada o prosesdə müxtəlif fantaziyalar və əlbəttə müxtəlif başqa göstəricilər də ola bilər. Mən sadəcə olaraq sadələşdirilmiş variant təklif edirəm. Çünki fərqi yoxdur kimin hansı rayonda polis rəisi, icra başçısı, sabes müdiri olmasının. Habil Əmiraslanov haqqında deyəsən mən də bir-iki dəfə danışmışam. Danışmışamsa deməli hansısa Qəmbərqulu yerdən boyunu çıxarıb və o xəbər də gəlib çatıb. Yoxsa mənim polis rəisləri ilə bağlı nə iddiam ola bilər ki, Azərbaycanda elə polis rəisləri var ki, indi də şəxsi münasibətlərim davam edir. Bəzilərini hətta dost adlandıra bilərəm. Burasını biraz şişirdərək deyirəm, amma niyyət olmasın ki. İnternetdə bekara qurdalansa, siz də görəcəksiniz ki, Habil Əmiraslanov Tovuz məktəblərində narkomaniyaya qarşı aktiv mühazirələr oxuyur, profilaktik tədbirlər aparır və mən şəxsən onu başa düşürəm. Rəisin Azər Əmiraslanov adlı bir qardaşı bu lənətə gəlmiş bəladan əziyyət çəkir deyə narkomaniyanın insani və fiziki fəsadlarını ondan yaxşı kimsə anlaya bilməz. Amma ölkəmizin bütün rəisləri kimi Habil Əmiraslanov da pensiyadan sonraki dövrü və Azərbaycanlı təəssübü ilə desək, balaları üçün güzəran qurmaqda pərgardır. Nümunəvi valideyn olaraq yəni. Buna da kimsənin iradı ola bilməz, çünki oldun dəyirmançı, asta gedər bildirsin, yelinləmiş torağay, dağ-dağa rast gəlməz, dəmri isti-isti döyərlər. Elə bu məntiqlə də cənab rəis Habil Əmiraslanov ehtimal edilən dar günlərin bəri başdan genəldilməsi ilə məşğul olub, insafən məhsuldar da işləyib. Rəis öz bəxtini aptek və restoran biznesində sınıyıb, kifayət qədər də uğurlu nəticələr əldə edib. Məsələn, kim deyə bilər ki, Şəmkirdəki Keyfi Kök restoranı Azərbaycanın indiki restoran standartlarından nələri iyiləsə əskikdir? Kimsə deyə bilməz. Bütün standartların üzərində parlaq bir xidmət şəbəkəsidir və növbəti söhbətlərdə cənab rəisin o biri biznes uğurları ilə bağlı da danışaram. Buna söz verirəm. Bilirsinizmi nəyə görə? Söhbət rəisdən getmir. Söhbət Azərbaycanda sahibkarlığın və biznesin inkişafı, turizm sektoruna investisiyaların qoyulması, bölgələrin abadlaşdırılması, dəniz suyunun təmizlənərək içməli su halına gətirilməsi və s. buna bənzər iqtisadi sahələrin səviyyəsinin yüksəldilməsindən gedir. Habil Əmiraslanov bugün var, sabah yoxdur. Əzraila eyham etmirəm, Allah eləməsin. Hamımız faniyik. Sadəcə olaraq Habil Əmiraslanovun təqaüd yaşı keçib, çoxdan keçib. İllik haqqını verərək xidmət müqaviləsini uzadır ki, Tovuzda kriminogen durumu geri dönməz qədər saflaşdırıb, sonra rahatlıqla estafeti etibarlı əllərə verdim deyib ayrıla bilsin və bunun üçün də onun restoranları, aptekləri işləməli, özü də necə deyərlər, keyfi kök, damağı çağ, pensiyaya çıxıb həyatının qalan hissəsini Heydər Əliyev idealları üçün xərcləməyə davam etməlidir. Yeri gəlmişkən, mən bilmirəm, Habil Əmiraslanovun restoranları arasında damağı çağ adlı da restoran varmı? Tovuzlular bilər, Şəmkirlilər bilər, Gəncəllər də bilməmiş olmaz. Amma bu gələn dəfə danışacağımız söhbətdir. Habil Əmiraslanov bu biznesini işlətmək üçün də bacarıqlı və qabiliyyətli, fərasətli bir kadr yetişdirmişdir. Bu, onun oğlu Xəyyam bəydir. Xəyyam bəy atasının reis rütbələrindən sui istifadə etmədən, əlbəttə, idarə etdiyi bu biznes sahəsindən əlavə bir də bahalı avtomobillər üçün hobbisi var. İnsafən zövqü də yerindədir. Habil müəllimin o biri oğlu
Ömər Əmraslanov da atasının yolunu davam etdirməkdədir. O, Şəmkir polisində əməliyyatçıdır və inşallah biraz da böyüyəndən sonra şad, xürrəm olacaq elə oralardakı rayonlardan birinin polis rəisi. Yeri gəlmişkən biləniniz varmı? Habil Əmraslanovun Şad Xürrəm adlı da restoran var ya yoxdur? Bunu siz bilməzsiniz. Tovuzlular, Şəmkirlilər bilər. Masallı cəmaat da bilməmiş olmaz. Onlar da zirək cəmaatdır. Habil Əmraslanovun o biri qardaşı Aqil bəyin qəribə bir ayaması da var. Onu demək istəmirəm. Tovuzlular özləri məsləhət bilsələr yazarlar, məsləhət bilməsələr yazmazlar. Mənim əsas məqsədim ölkəmizin bu nümunəvi polis rəisi haqqında pozitiv xəbərləri sizinlə və o biri rayonların polis rəisləri ilə bölüşmək idi. Qabaqcıl təcrübə təbliğ edilməlidir.